Əslənliklə salam hamıya, nə var, nə yox, necəsiniz? İnşallah Allahın köməyi ilə yaxşısınız. Bu gün mən sizinlə bir iki podkastımı yayımlayacağım. Bu podkast nə ilə bağlı olacaq? Birinci ondan başlayayım. Birincisi, mən yeni layihəyə başlayacağım. Azərbaycanın istər qədim dövr ədəbiyyatı, istər klassik dövr ədəbiyyatı, İstər yeni dövr, ən yeni dövr, müasir dövr ədəbiyyatını səsləndirmək istəyirəm. Əlbəttə ki, mənə rahatlıq verən, mənə rahatlıq o mənə rahatlıq verəcək olan məsələdən birisi də bu layihədə ədəbiyyat bölməsi olacaq. Onu izləyəcəksiniz. O burada mən istər Aveşadan, o Aveşanı səsləndirəcəm, istər o Kitab Dəli Qorqudu səsləndirəcəm. Eləcə Koroğlunu yəni ki, şifahi xalq ədəbiyyatı, yazılı xalq ədəbiyyatı hamısını səsləndirməyi o, təşkil etmək istəyirəm. Yazılı ədəbiyyatdan da ki, o Alpan hökmdarı olan Cavanşirin öldürülməsinə Mərsiyə ağı, yəni türk dilində buna ağı deyirlər də biz Mərsiyə yazılan Divdak, o Davdək bilirsin, Davdəkin o şeir ağısını sizə səsləndirmək istəyirəm. Sonra Alpan dövrünün ədəbiyyat hissəsini səsləndirmək istəyirəm. Onu da deyim ki, o Azərbaycan yeganə yer olub ki, burada Qıpçaqlarla Oğuzlar bir yerdə yaşayıblar. Yəni ki, məsələn Azərbaycandır, Anadoludur. Bu yerlərdə o Qıpçaqlar birlikdə o yaşayıblar. Oğuzlarla Qıpçaqlar bir yerdə yaşayıblar. Məsələn Ərmən elində, Armeniya deyil, amma o Erməniyə, Ermənidir. O Armani burada yaşayıblar. Ya indiki Qərbi Azərbaycan ərazisində Qıpçaqlar yaşayıb. Qarabağda Qıpçaqlar yaşayıb. Gürcüstanda Qıpçaqlar da yaşayıb. Hətta onu da deyim ki, o Qıpçaq dili, Türk dili ləhcəsi olan Qıpçaq ləhcəsi Qazax, Qırğız, Altay dillərinə yaxındır. Yəni Qıpçaq ləhcəsi. Yəni ki, bu dövrdə kifayət qədər ədəbiyyat var. Mənim bir tanışım var. O Paşa Əsərgil adında bir tanışım var. Bu tanış deməli o Qıpçaq ədəbiyyatımız, Azərbaycan Qıpçaq ədəbiyyatımızın dəyərli nümunələrini verir. Hətta onu da deyim ki, Ərmən eli Qıpçaq yaşayış yeri olub. Ərmən sözü özü də o türk sözü olub. Ər və mən sözü olub. Ər sözü igid deməkdir. O ər sözü ərən olub. O Kitab Dəli Qorqudda ərən ifadəsi keçir. Ər sözü ərən kimi olub. Sonra Azərbaycanın şimal hissəsi, indiki Azərbaycan Respublikasının böyük bir hissəsi Alpaniya olub. Alpaniyada Alp sözündən yaranıb. Alp da Dəli Qorqud dastanında Alp sözü var. Sonra Koroğlu, sonra o şifahi xalq ədəbiyyatından nağılları sizə səsləndirmək istəyirəm. Tapmacalar, lətifələr. Yəni ki, o geniş o ədəbi fəaliyyətim olacaq YouTube'da.
Bu o ədəbi fəaliyyət arasında ən vacibi də budur ki, o Azərbaycanda o klassik ədəbiyyatdan Nizami Gəncəvi, Məsləti Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Seyid Əlim Şirvani və sonra Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və sair saydım saymadığım şairlərin əsərlərini sizin diqqətinizi çatdıracağım. Və bunu da deyim ki, Azərbaycan milləti böyük ədəbi külliyyata malik bir millətdir. Bizim ədəbiyyat əsasən türk, fars, ərəb dillərində yazılır ədəbiyyatımız. Yəni ki, məsəl üçün Nizami Gəncəvi haqqında danışarkən İran dövləti bizim bu şairimizi fars şairi adı verib. Amma ki, onun İskəndərnamə əsərini oxuyanlar bilir ki, Nizami Gəncəvi İskəndərnamədə türklər məth edib. Hətta türklərin yaşadığı yerlərdən yazdırıb. Türklərin düşmənləri olan Yunanlardan daha çox Rusların düşmən olduğunu bildirib. Türklər haqqında yazarkən. Sonra isə bunu da bildiyim ki, Nizami Gəncəvi yaradıcılığında Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti mühüm istiqamət təşkil edir. Məsəl üçün İskəndərnamədə Makedoniyalı İskəndərin Albaniya və Erməniyaya o işğala gəlməsi, ondan sonra qadın hökmdarlarımızdan söz açır. Sonra isə o Azərbaycan hökmdarı Şirindən söz açır, Nüşabədən söz açır. Məsələn, Xosrov və Şirin əsəri var. Bu da hardasa Sasani dövrünə aiddir. Sasanilər dövrünə aid bir əsərdir. Sonra məsəl üçün İskəndərnamə əsəri Sasanilərdən qabaq Əhəməni imperiyasının o çökməsi, süquta uğradılması, yəni bu da necə olur? Makedoniyalı İskəndərlə şərqə yürüşündən sonra, daha doğrusu şərqə yürüşü nəticəsində o Azərbaycan daxil idi bu Əhəməni imperiyasına. Əhəməni imperiyası o bir döyüşdə Cancal döyüşü, Qavqamel döyüşündə uduzur. Əhəmənilər Makedoniyalılara uduzdu və nəticədə Əhəməni imperiyası süqut etdi. Yəni bu tarixi gerçəklikdir. Və sizə maraqlı bir bilgi ədəbiyyatdan onu da deyə bilərəm ki, çox əfsuslar olsun ki, o Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixini, Azərbaycanın görkəmli şəxsləri, Azərbaycanın tarixini o qədər də işləmir. Məsəl üçün Qurban Səid Ordubadinin Qılınc və Qələm əsəri, Fərman Kərəmzadənin Qarlı Aşığım əsəri, sonra isə o müasir yazıçıların o Azərbaycan televiziyasının aparıcısı olan o indi adı yadımdan çıxdı. Soyadı Yunusovdur. Yunus Orucov, səhv eləmirəmsə. Onun yazdığı o Nargin və Boğaltan əsəri tarixi romanları, sonra Əlişən Cəsədin yazdığı Sasanilərin Sonu romanı tarixi romanlar arasında ən maraqlılardır. Azərbaycan tarixi burada da işlənir, müəyyən qədər işıqlandırılır. Amma ki, o Azərbaycan tarixi də hələ də
mühüm yerler var. Mesela üçün Fərman Kərimzadənin yazdığı əsərlər arasında o Xuda səhv eləmirəmsə o Saf Şahsman Xətaydən də əsər, o tarixi roman yazdı və maraqlı olan budur ki, mən indi o mən də ədəbiyyatla müəyyən qədər maraqlanmışam. Mənim müəyyən şeirlər, poemalar yazmışam. O müəyyən poemalar yazmışam və hekayələr yazıram. İki hekayə yazmışam. Birini də yazıram. Piyes yazmaq fikrindəyəm. Başlamışam, bir piyesə başlamışam. O senari yazmaq fikrindəyəm. Yəni ki, o Azərbaycanda çox belə qaranlıq məqamlar var, tarixi işıqlandırılmamış. Məsəl üçün, Azərbaycan qədim dövlətçilik ənənəsi olmaqla yanaşı qədim imperiya ənənəsi var. Məsəl üçün, o Azərbaycanın ilk imperiyası Qutlu imperiyası, Quti imperiyası olub. Qutlu deyir, yəni ki, Tanrıdan qut alan qut məsələsi hökmdarlar, xüsusi insanlar Tanrıdan qut alıblar və bu qutun itirilməsi nəticəsində o tarixdə yəni ki, insan hökmdarlığı artıq sarsılır. Yəni türk inanışında, türkün o qədim inanışına görə bu belədir. Və Qutlu imperiyası olub, Midiya imperiyası olub, Matay imperiyası olub, Matyan da deyirlər. Yəni Matay, Moton, Mete. Yəni bunlar maraqlı adlardır. Bu araşdırılmalıdır. Sonra Parfiya imperiyası oldu. Yəni mən Allah qoysa inşallah mühüm ədəbi proseslərə başlatmaq istəyirəm. Bir dram janrına, lirik janra, epik poeziyaya, prozaya, sonra filmə bir əsər yazmaq istəyirəm inşallah Allahın köməkliyi ilə. Və bu əsərdə mən o Parfiyadan da maraqlı yəni ilk olaraq o bir film kimi yazmaq istəyirəm, ssenari yazmaq istəyirəm. Əgər o yüksək istək oyatsa, yəni izləyici kütləsi yığa bilsə, gələcəkdə mən o tarixi seriallara üstünlük vermək istəyirəm. Yəni ki, o çox arzularım var, çox istəklərim var. O müstəqillik dövründə yəni ki, yaranan imkandan istifadə etmək istəyirəm. Siz bilirsiniz ki, o Sovet dövründə Babək filmi, 2 seriallı film çəkilib, 2 hissəli bir film çəkilib. Yəni ki, bu da maraqlı bir faktdır. Məsələ burasındadır ki, Babək məsələsi, Babəkə müraciət çox oldu. İstər yazıçılardan, istər məsələn Cəfər Cabbarlı Od gəlini piyesini yazıb, əsərin dramını yazıb və Od gəlini dramında Babəkin apardığı müstəqillik, yəni ərəb işğalçılarına qarşı müstəqillik və yeni bir quruluş yaratmaq istəyi olub Babəkdə. Və məsələ burasındadır ki, axı bizim qəhrəmanlar çoxdur axı. Babək olub, məsələn Babək mübarizə aparıb, sonra
güclü hökmdarlarımız var. Mesela Azərbaycan o tarixində ilk dəfə olaraq Azərbaycan tarixi ilk dəfə olaraq Midiyanı və Parfiyanı işləmək istəyirəm. Həm pyes yazmaq, pyes deməli tarixi roman kimi bir şey yazmaq, nəzm nəsr kimi yazmaq istəyirəm və film üçün əsər yazmaq istəyirəm. Film, serial şey, senari yazmaq istəyirəm. Bu layihədə indi YouTube'dakı layihədə də mən o yəni ki, elə insanların, elə mütəfəkkirlərin, yazıçıların, şairlərin, dramaturqların əsərlərini qoyacağam ki, bu əsərlər o yəni ki, yəni müəllif hüquqları baxımından cəmiyyətə açıq olsun. Yəni ki, müasir dövrün əsərlərini qoymaq istəmirəm. Çünki müasir dövrü biraz çətindir. Amma ki, tarixdəki ədiblərimizin əsərlərini səsləndirmək. Hətta belə bir fikrim var ki, Nizami Gəncəvin Xəmsə əsərinin İskəndərnamə poemasını səsləndirmək istəyirəm. Yəni ki, belə. Eləcə də ən vacib məsələ isə budur ki, o İskəndərnamədən sonra Xosrov və Şirin, sonra o İstilər Xəzinəsi, Yeddi Gözəl, deməli İskəndərnamə, Xosrov və Şirin, İstilər Xəzinəsi, sonra Yeddi Gözəl əsəri və Leyli və Məcnun əsərini səsləndirmək istəyirəm. Eləcə də axı təkcə biz bilirik ki, təkcə Nizami Gəncəvi Xəmsə yazmayıb, bəndəki digər şeirlər və onu da mən səsləndirməyi qərar almışam. Yəni ədəbiyyat vacib məsələdir. İnsanın ruhunu, mənəviyyatını o sağaldan və insan mənəviyyatını, ruhunu təkmilləşdirən və insan mənəviyyatını zənginləşdirən bir tələbatdır, ədəbiyyatdır, musiqidir, incəsənətdir, təsviri incəsənətdir, tətbiqi incəsənətlərdir. Buna insan o ruhunu, insan zəkasını, insan mənəviyyatını zənginləşdirən məsələlərdir. Eləcə də Azərbaycan tarixində ilk dəfə olaraq mən yəni bir çox o film üçün ssenari, serial üçün ssenari, yəni ki, pyes yazmaq istəyirəm, dram əsərlər yazmaq istəyirəm və məsələ burasındadır ki, indiki dövrdə Azərbaycan, yəni ki, Azərbaycan ədəbiyyatında yenə deyirəm, tarixi romanlar zəifdir, tarixi roman. Məsəl üçün, ruslar yazıblar, türklər yazıblar, tarixi romanlar yazıblar. Məsəl üçün, ruslardan Hərb və Sülh əsəri, bu əsər, məsəl üçün, Hərb və Sülh əsəri Napoleon Bonapartın apardığı müharibədən söz açır. Ruslara qarşı, dünyaya qarşı apardığı müharibədən söz açır. Amma ki, ədəbiyyat məsələsindən belədir ki, ədəbiyyat mən təkcə tarixi roman yox, həm də ki, insanı düşündürən aktual problemlərdən, fəlsəfi problemlər, aktual problemlərdən də söz açacağam. Ədəbi əsərlərimdə, hekayələrdir, məsələn. Və mənim fikrimcə, mən artıq 2 hekayə yazmışam, uşaq ədəbiyyatı olacaq bir hekayələrdir və bu hekayələrdə
uşaqlar üçün geniş işlər görmək üçün yazacağam və ən vacibi bilsinlər də, ən vacibi budur ki, o təkcə yazmaqla deyil, həm də ki, digər yazıçıların, dramaturqların, şairlərin əsərləri ilə də mənim tanış olmaq, götür-qoy etmək də lazımdır. Mən məsəl üçün Hüseyn Cavidə də o müraciət edəcəm. Düzdür, burada teatr kimi olmayacaq, teatr qurmayacağam, amma ki, onun əsərlərini səsləndirəcəm. İblis əsərini, Şeyx Sənan əsərini, Afət əsərini, İblisin İntiqamı əsərini, Şeyx Sənan əsərini, sonra Ana əsərini, Mağal əsərini, Uçurum əsərini, piyesini mən səsləndirəcəm. Şeirlərdən də bir ahuz, bir səhv eləmirsəm, bir ahuzarı yaz əsərini də yazacağam. Və şeir də, sənət də vacib məsələlərdir. İndiki dövrdə yəni ki, mənim mənəvi həmişə demişəm ki, mənim mənəvi müəllimlərim 19 yəni ki, ən çox təsir altında olduğum, ən çox təsirləndiyim mənəvi mənim 37-lərdir. Yəni ki, Mikail Müşfiq, Cəfər Cabbarlı 37-də professor olunmasa da o rəhmət, yəni ki, ona olan baskılar nəticəsində tab gətirmə vəfat etdi, rəhmətə getdi. Cəfər Cabbarlı, Hüseyn Cavi, Mikail Müşfiq, Yusif Vəli Çəmənzəmənli, Əhməd Cavad, sonra yəni ki, bunlar da maraqlıdır. Eləcə də bilirsiniz necədir, həm də ki, o tarixdə olan hadisələr də ədəbi dərki vacibdir. Yəni ki, o Sovet dövründə yazılan əsərlər bir həm obyektiv, Sovet dövründə yazılan tarixi romanlar obyektivliyini itirən o romanlardır. O tarix əsəri yazan romanlar, o Sovet dövründə yazılan romanlar subyektiv romanlar sayıla bilir. Məsələn, Babəklə bağlı Babəkin dinə müharibəsindən yazıblar. Amma ki, Babək dinə qarşı o ərəb işğalçısı, özü də müsəlman olur. Babəkin özü müsəlman olur. Onun baxışı, onun ideologiyası, məzdək ideologiyasına formalaşsa da o özü müsəlman olur. O özü İslamın milli zəmində oturdurmağa çalışıb. Bəzi qarşısında məscid olub. Namaz qılıblar Xürrəmlər, Quran oxuyublar Xürrəmlər, ibadət ediblər Xürrəmlər. Yəni ki, onlar o dövrün ərəb xilafəti milli və ictimai zülmünə qarşı müharibə aparıblar, döyüşüblər. Məsəl üçün, Nizami Gəncəvinin İskəndərnamə əsərində Xoşbəxtlər ölkəsi adlı bölmə var. O İskəndərnamə əsərində. Orada o insanların bir kanunla, ilkin kanunla qurduğunu göstərir. Yəni ki, Türk oba anlayışı da, yəni ki, o kanunla əsər, Türk oba anlayışı, Türk kənd oba anlayışı kanunla kimi fərqli göz. Məsələn, bəylər var dövləti yığmayıb özlərini. Yəni, onu din uğrunda, öz o təbəsi üçün xərcləyib. Yəni, özləri mal dövlət yığmayıb bəylər. Və ən vacibi də budur ki, orada oğru yoxdur, oğrular yoxdur, orada qapılar açıq olur, evlərin qapıları açıq olur, orada eyni yeməklər bişirilir, bu
xoşbəxt ölkəsi adı. O mən İskəndinavya səsləndirəndə siz də qulaq eşidəcəksiniz. Bəli, o Sovet dövrü istənilən tarixi hadisəni, istənilən tarixi predmeti öz ideologiyası baxımından yanaşır. Məsəl üçün, o Qılınc və Qələm əsəri, Səid o Qurban Səid Ordubadinin yazdığı Qılınc və Qələm əsəri, yəni burada bir yeri orada deyildi ki, orada Turana qarşı, halbuki orada yəni o dövrdə yəni Nizami güya Nizami dövründə olan dövrdə bütöv Azərbaycan yəni ki, bir də məsələ bilirsinizdir, o ədəbiyyatda o yenə deyirəm də tarixi o əsərlər o səsləndirilməlidir. Tarixi əsərlə müraciət olunmalıdır. Yəni ki, belə. Məsəl üçün, mən o cəmiyyətin eybəcər o ünsürlərini göstərərək mən onu o şey edirəm. Yəni ki, ədəbiyyatda dilə gətirmək istəyirəm. Məsəl üçün, çox əslində olsun Azərbaycan özəl kanallarında pozuntuçuluq hökm sürən TikTok. Məsələn, bir çoxları deyir ki, TikTok banır, amma ki, axı TikTokda, YouTube'da, Facebook'da, Instagram'da burada yaxşı şeylər də var. Onu niyə danışmırlar? Yəni bir vətəndaş mövqeyi məsələsi belədir ki, bu da dilə gətirilməlidir də. Yəni ki, o Nizami Gəncəvin yaradıcılığı klassik ədəbiyyatın zirvəsini təşkil edir. Və yəni yəni gəncləri, uşaqları, yeniyetmələri, orta yaşlı və yaşlı o insanların düşündürücü ədəbi əsərlər lazımdır. Yəni ki, mən özüm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxumuşam. Orada o mühüm işlərdən biri də o məsəl üçün mənim bir kurs yoldaşım ilk piyesini yazmış. Onu hətta səhnəyə qoymaq istəyib, amma alınmadı çünki çox da alınmırdı. Yəni ki, o mən hətta belə bir fikrim var ki, mənim, yəni ki, o teatrı və filmi şeyə gətirmək, kompüterə gətirmək istəyirəm. Məsəl üçün, mən indi bir film senaryosu üzərində çalışacağım və bu filmdə media dövləti haqqında qısa məlumat kimi səsləndirəcəm. Mənbə var məndə. Filmin Cəlil Arasoğlu media dövləti haqqında bir kitab yazıb Azərbaycan qədim İslama qədərki dövlətləri haqqında, o da media dövləti haqqında bir məlumat verir. Parfiya dövləti haqqında yenə deyirəm. 2 kitab yazılıb. Əkbər Nəcəf yazıb. Yəni ki, çox şeylər var iş görməyə. Motivasiyam da var. Bu layihədən biraz danışdım və onu da deyim ki, inşallah burada ilk səsli teatrda yaratmaq istəyirəm. O səsli teatr yaratmaq istəyirəm və bu
səsli teatr məsələsi də belədir ki, o dövlət bu səsli tarix çox vacibdir. Səsli teatr çox vacibdir. Sağ olun. Mən sizə bu layihənin haqqında məlumat verib genişləndirəcəm inşallah.